Selamünaleyküm. Bugün de bu Bakımızı biraz gezim. Ve bakın burada 2 nəfər Kudüs ve başka Kudüs'ten, yani Fələstindən gəlib Azərbaycanda vuruşanlar da var. Buranı çox adam çəkib, dedim mən də bir çəkiliş eləyim burada. Bakın burada bu qəbirlərdə yatanlar arasında yani təkcə türklər yoxdur. Kürdlər də var, Fələstinlilər də var, Suriyalı da var, Kərkükdən gələnlər də var və onları bura gətirən o insanları ümmət şuuru olub. Yəni milli düşüncələr, irqçilik, milliyyətçilik yox, sadəcə və sadəcə ümmət şuuru ilə gəliblər bura. O bəziləri deyir Fələstindən bizə nə, filan kəsdən bizə nə. Və burada bir daha sübut eləyib ki, həqiqətən də zamanla, vaxtı ilə bu torpaqlara ümmət şuuru ilə gələn kişilər olub. Bu torpaqlarda ümmət şuuru ilə mübarizə aparan kişilər yaşayıb.